Deməli, bugünkü testimizdə Nokta Simplex Ultra ayarları burada dərin bütün proqramlarda yoxlayacağıq. Dərin ayarlardır. Ayarlara girib baxmaq istəyirsinizsə, məsələn, keçə ayarları bir-bir göstərim sizə. Baxın. Ayarlar buradan açaq. Bax. Dərinlik, maksimum hissiyat. Buradan qaydaq. Sonra bizi minimum sürət ki, dərinlikdə tapa bilsin. 2. Torpaq ayarını eləyirik. Knopkanı basıb saxlayırıq və mənfi cəhətlərdən biri oldu ki, hər dəfə ayarı söndürüb yandırılan sonra eləmək lazımdır. Hal-hazırda orada banka var, gördüyünüz kimi. Səs edir. Bankanın bir dənə zəhmət olmasa götür. Yenə də səs edir. Keçirəm opsi proqramlara. Ayarlardan çıxım. İkinci proqram. Üçüncü proqram. Səs dəyişdi, amma boş torpağa yenə də səs edir. Səs dəyişdi, yenə də səs edir. Plaj proqramı. Buna biraz ümid var idi. Yeri gəlmişsin, gəlin bir dəfə də torpaq ayarı edək. Hətta plaj proqramı, hansı ki, ən duzlu torpaqlara nəzərdə tutulub. Və bundan sonra bunda ayrım o yoxdur, deyib ki. Nəsə, bunu söndürdük, qoyduq qırağa. Deyim yenə də, bura Kürdəmir ərazisidir, Şoranlıq ərazidir. İndi isə həmişə dediyim kimi multitezlikli Vanquish 540. Nəyə görə multitezlik güclüdür? Həm çoranlıqda, həm minerallarda indi gözünüzdən görərsiniz. Heç bir şey, hissiyat, burada hamısı sadədir. Başqa bir şey, heç nə yoxdur. Proqram ən axırıncı proqramdır. Hal-hazırda aparat çox sakit. Burada şey, çox sakit, heç nəyə səs yoxdur, gördüyünüz kimi. İndi bankanın zəhmətini ataq ora. Bankanı götürək. Nə torpaq ayarına ehtiyac var, nə bir şeyə. Gördünüz, boş yerə heç aranı qazdırmaz bu aparat. Ona görə minilabın multitezlikləri ən çətin torpaqlarda rahat işləmək üçündür. Yadınızda saxlayın. Biz indi başqa videolarda çəkəcəyik. Ucuz segmentdə, bundan aşağı ucuz qiymətli olan aparatları. Amma sadəcə bir şey var ki, biz istəyirdik onları test edək. Amma torpağın özünə səs edirdi, test edə bilmirik. Aparat torpağın özünə səs edir gəzdikcə. Bundan gəzirik. Sakitçilik. Bunu söndürək. Yenə də boşalt bunu. Aparat qoşuldu. Dediyim kimi Nokta Simplex Ultra'dır bu. Birinci proqram, ən dərin proqram sayılır bunlarda. Və mən dediyim kimi, əgər bunu bu proqramlara keçsəm, dərinliyi öləcək. Yəni, biz gəzmək istəyənlər hamısı dərin proqramda gəzmək istəyir. Birinci proqramda. Baxın, buralar rahat. İndi arada bir belə səslər çıxarda bilər. Amma baxın. Vanquish'ın rahat getdiyi yerdə hamısı canlı da. Burada heç şey yox, özünüz görürsünüz. Kim də istəsə gəlib test edə bilər.